Azərbaycan xalqının qədim bayramlarından biri olan Novruzun gəlişi 4 çərşənbə ilə müjdələnir. Yel çərşənbəsi Novruzun 3-cü müjdəçisidir. Bu çərşənbə yazın nəfəsini, təbiətin canlanmasını simvolizə edir. Bu çərşənbə xalq arasında külək çərşənbəsi və ya yerli çərşənbə kimi də tanınır. Hər il martın əvvəlində qeyd edilən bu gün insanlar üçün evlərini təmizləyib, yeni bir başlanğıca hazırlıq görmək üçün mühüm bir dövrə işarə edir. Yel çərşənbəsinin əsas simvolu olan təmizlik və yenilik, həmçinin təbiətin möcüzəvi gücünə inamı gücləndirir. Bu bayramda ailələr və dostlar arasında bir araya gəlmək, müxtəlif ritual və ənənələri yerinə yetirmək, həmçinin təbiətin oyanışı ilə əlaqəli düşüncələrdə olmaq xüsusi əhəmiyyət kəsb edir. Yel çərşənbəsi doğru çərşənbənin üçüncüsüdür. O xalq arasında küləyi oyadan çərşənbə, küləkli çərşənbə, yelli çərşənbə, Heydər çərşənbəsi, Novruz gülü çərşənbəsi, gül çərşənbəsi, Atababa çərşənbəsi adı ilə də tanınır. Yel çərşənbəsində külək öz istiqamətini bir neçə dəfə dəyişir. Küləyin gün ərzində bu qədər istiqamətin dəyişməsi havanın təmizlənməsinə işarədir. Yel Azərbaycan mifik təfəkküründə yol göstərən bələdçi rolunu da yerinə yetirir. Yel baba haqqında inanclar Azərbaycanın bir çox bölgələrində 3-cü çərşənbədə bu günədək yerinə yetirilir. Məsələn, yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət edib yel babanı çağırarlar. Əgər yel baba sənin səsini eşidib əssə, söyüdün budaqlarını ağaca və ya torpağa toxutsa, diləyin yerinə yetirər. Bu adət Qubada indi də qalmaqdadır. Boz ayın 4 çərşənbəsindən 3-cüsünün el arasında deyilən adlarından biri də gül çərşənbəsidir. Bu çərşənbədən meşələrdə, talalarda Novruz gülü açır. Bu yerlərin yaxınlığında yaşayanlar, xüsusən uşaqlar, gəncləri həmin güllərdən toplayıb çərşənbə xonçəsinə qoyur, eyni zamanda yaz nübarıdır deyə hamını muştuluqlayırlar. 3-cü çərşənbədə məhz Novruz gülü ilə əlaqədar olaraq belə, yəni gül çərşənbəsi deyilir. Yel çərşənbəsi qədim adət-ənənələrimizin yaşadıldığı, təbiətin oyanışının sevincini hiss etdiyimiz xüsusi gündür. Bu çərşənbədə əsən küləklər hər kəsə ruzi bərəkət, uğur və xoş xəbərlər gətirsin. Yel çərşənbəniz qutlu olsun. Qeyd edək ki, martın 18-də axırıncı torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-sinə təsadüf edəcək. Xatırladaq ki, bu il üçün yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir. Xanım Xatun Elçin Şuşalı, Qafqaz TV üçün.